otur arkada. Yox. Otur. Yox. Otur burada. Ürəyim Çok sıxılacaq. propadı. Çok propadı. Olsun da ürəyim Yok, otur sıxılacaq burada ürəyimden. arkada da. Otur ürəyimden. Bir. Aa, yok çok propadı. Olsun da probka. Arkada ne? Hoppa. Yollar mənə dəymə, bu aralardan üstümə gəlmə, durulumu əymə, yaralarım. Sarxana, mən qaşlı şalvarların hər iki tərəfi qaşlı olanda daha çox bəyənirəm. Oradaki de şey. Mən bunu daha çox bəyənirəm. Bunun qaşlarına var necə Şeydə göstər. propka kimidir. Hə. Yox, böyükdür. Gəl gedək. Göstərim uzaqdan. Birimiz şubada, birimiz Sizce plaşda. necədir bu plaş? Baxın arkası. Mən çox bəyəndim, çox fərqlidir. Hətta 3 rəngi var orada. Çox gözəl, tam fərqli bir bilmirəm, şeydir. mənim stilim deyil. Bir dənə qabağını da aç. Çox fərqli modeldir ya. Fərqli model. Biz ətirlərə baxmağa gəlmişik. Burada 2 ətir bəyənmişəm Michael Kors'dan. Bunun iyi o qədər gözəldir. Bir də bu. Bu isə bu 50-dir də, hə? Amma böyük oxşuyur, hə? Bir də bunun iyi çox qəşəngdir. Düzdür, biraz açıq olsa da bunun iyini də bəyəndim. Qızlar, sizcə mən hansı ətir aldım buradan? Siz fikirləşin, cavablarınızı yazın. Mən də sonra sizə göstərərəm. Nə oldu? Gerek yok. Ya baktım bildim ki nasıl şimdi onu istiyorum. Hə. Qızlar, mən özümə ətir aldım. Yes. Ben de düşünürüm. Ama almak istiyorum ben. Daha çıkaman istiyorum. Bir dənə gözəl iyi var idi onun. Ama senin etkilerini çok beğendim. Anlasın. Hə. Yaş kaldım. Biz alışveriş edelim. Bunlar ise ettir alıp özüne. Göstereceğim sana ettir Aha, alıp. oturanda göstərərim. Stradivarius üstə şu bağlıyıq və biz gedirik həmişə kimi yemək yeməyə. Salat. Salat istəyirəm. Mən ancaq salat yeyəcəm. Dünən özümə söz vermişəm. Sən bilirsən. Dünən özümə belə qəşəng söz vermişəm. Buyurun dinlər. Ay, çox sağ olun. Çox sağ ol. Çox sağ olun. Dinlər səncə burada orada. Aa, get baxaq da, hə. Deməli qızlar. Bunlar mənə çanta alır. Görəndə şoka düşdüm də. Gəlin birlikdə açıq görək. Güllərin zövqünə çox inanıram. Ona görə də bilirəm ki, qəşəng bir şey olacaq. Gəlin birlikdə baxaq. Özüm də baxmamışam. Məncə bəyənəcəksən də sən bunu. Cins şalvarla ideal olacaq da. Yay, qış, payız. Gəlin birlikdə açaq. Brendin adı nə gedir bunlar? David Jones. Hə, David Jones. Wow, günlər çox bəyəndim. Biz də bu son vaxtlar nə alırıq ki? Eyni şey alırıq. Mən də istəyirəm bundan alım özümə. Bəyəndim. Super. Çox sağ ol. Yaxından çək. Gör materiala baxın bir dənəsi. Çox qəşəng. Günlər dedi ki, Fransa istehsalıdır. Günlər dedi ki, bəyənməsin, gedib dəyişəsən, amma çox bəyəndim. Mən düşündüm ki, səndə krem rəngləri çoxdur da. Bu ikisindən yox deyil. Çox. Mən gedib özümə alacağam. Gedərim. Gedib ondan alacağam özümə. Və hədiyyənin ikincisi, məni şoka salan hədiyyələr gəldi. Bunu burada açacağım. Sarxana xoşa gəlmişdi qara rəngdə. Mən dedim ki, bir yer var, bir mağaza. Sən gedib oradan alacağam. Mənim stilimdədir də. Aha. Çox qəşəngdir. Super, çox sağ ol Günlər. Həqiqətən də möhtəşəmsən. Çox qəşəng. Məni çək.
İkisindən də hər ikisində düşürsən. Çok sağ ol Günler. Həqiqətən süper. Deməli qızlar, mən bir dənə ətir almışam. Tam olaraq evdə onu açacağam. Və belə hədiyyələr qoyulub, tester ətirlər. Çok qəşəng. Qızlar, indi keçirik Sarxananın mənə aldıqlarını. Mən səni çəkməyim, çəkim. Yəni mən sən verəcəm, çəkərsən. Burada inanın o birislər bilmirəm nədir, amma buna şəxsən çox ehtiyacım var idi. Bu arada Sarxana Baygülümün qəşəng geyimlərini alır. Çox gözəl keyfiyyətli şeylər olur orada. Mən çox bəyənirəm. Hətta əynindəki kofta belə Baygülümdəndir. Sən yaraşır bu rənglər. Doğru. Mənim ancaq hədiyyələrimi bəlkə sürpriz olaraq evdə çəkim göstərim. Bir burada muzika var. Müəllifim gələcək. Deyib şöyle. Bunu taxayım mən. Benimle evlenir misin? Dırnaqlarına baxın, Sarxananın çox qəşəngdir. Çünkü boş qalmaq qəşəngdir. Məncə də. Blogerlər şikayət eləmişdilər ki, belə papuqaya əziyyətdir sanki burada. Amma papuqay bu dəqiqə kefdədir. Belə bir evi var onun. Bütün günü yeməyi var. Çöldə olsaydı heç bəlkə yemək də tapmazdı özünə. Hə. Deyəsən 2 dənə idi ancaq. Hə. Zooparkda da belədir. Hə. Güzel. Ben hiç görmemiştim bunu. Vakıfa gerek gösterim. Semiçkası da var. Baba, nə edirsən orada? Hey, kuku. Çox qəşəngsən. Hiç de değil. Ona bax, baba necə baxır, hirslənir. Mən şəxsən acından ölürəm, öz adıma deyim. Ben o derecede değilim. Bir də ki, gecədən biraz mənim boğazım ağradı, burnum axdı. Biz görüşməliydik. O kadar problem çıktı ki. Ya Allah. Aynen, dəhşət. Xəstələndim. Gecə saat 4-də dərmanları uzadıram ki, yox, Sarxana söz vermişəm. Görüşməyəcəyik. Hə. Ayda, gecə bütün dərmanları, teraflon, nimisid, burun dərmanı zat ki, səhəri yaxşı olum da. Hepsi değilsin ama burnum tutulur. İndi hə, çünki bəlkə də teraflon mənə biraz düzəltdi ola bilər. Hə. Akşam yine malinalı çay zar. Hə, qısa səhər duranda remalinalı çay içdim. Sən sok demisən, hə? Demedim. Demədin, hə? Dedim çay içəriydim. Ha, все onda. Əla. Video çəkdiyim yerdə telefon donk düşdü yerə. Qızlar, mən bu pəncəyi o qədər bəyəndim. Sarxan amma bəyənmədi. Dedi, xoşuna gəldi. Amma mən çox bəyəndim. Gedib evi təmizləməyi. Mən də səhər qablarımı yumuşam. Gecə saat 3-ə kimi ev təmizləmişəm. Allah haqqı. Licbi səhər gəlim alış-veriş eləyim. Mən saat 4-ün yarısı yatmışam, amma heç bir iş görməmişəm. Mən iş görmüşəm 3-ə kimi. Qol silmişəm, qab yumuşam. Görmüşəm storylərində. Biz indi gedirik Port Bakuya çay içməyə. Oradan da gedəcəyik 28-də bir dənə qəşəng kosmetika mağazası var. İstəyirəm orada nə Hə, mən də istəyirəm oradan nə salım özüm. Mən amma şeydə dekabrda deyəndə ki, 3-4 günə dekabrdayıq. Əvvəli, axırı nə vaxt qoracaqsan? Mən əvvəli sıradı. Yox. Birini kişi gözləyirəm. Yox, mən elə istəmirəm. Mən 15-dən. Yox, mən yeni burada. Ha, hə də ona görə. Bu da mən. Mən axı yanıram çaydan ötürü. Hə. Ya çay, ya yox, kofe yox, çay istəyirəm. Nə geyinirsən? Bunu bəyəndin? Məncə tək o olmasaydı üstü qırağı var ya bantiki. Ay sağ ol. Sabo kimi çox gözəl olardı. Hə. Balaca çay, böyük çay. Balaca.
Bergamot var ama eyni qiymədir. Hər bergamot daha məncə. Hə, 2 dənə bergamot. Hanı? Ay. Geçen de yatıb. 3 dəqiqəlik fasilə. İşi də bizim kimi dincəlir. Sarıxana çəkirik. Çəkən kimi də dərhal paylaşır. Necəsən? Yorulmadın? Yox. Bir xanım yazdı ki, oxo, yox, okso. Mən də həmişə düşünürəm, O həmişə... oxo deyil. Bəs mən sənə keçən dəfə dedim ki, görəsən oksodur, yoxsa oxo. Aha. Özümə də maraqlı. Okso. Bilmirəm, oksodur, yoxsa oxo. Çox qəribə. İndi mən çat çıxdıqdan sonra. Hava elə soyudu ki, mən aldığım şubanı geyinəsi oldum. Biz bayaqdan gedə-gedə qalmışıq. Bir dənə mağaza var. Ora gedəcəyik, kosmetika mağazasına. Görək nə var orada. Əslində orada bir dənə sumka var idi, çox bəyənmişəm də. Gedim görüm əgər endirim varsa o sumkanı alacağam. Sarxan oca donub. Qızlar, baxın biz bu mağazaya gəlirik. Af. Lansada burada nə var? Bura nədir belə? Biz gəlib çatdıq. Çayımızı da içib qəşəng şeylər almışıq. Evdə hamısını qızlar sizlərə göstərəcəyik. Bu arada göstərim burada nələr var. Çayımız o vaxta qədər soyar. Çox qəşəng sumkalar var. Əslində mən burada 2 dənə sumka görmüşdüm. Çox bəyənmişdim də, ancaq ikisi də satıldı. Bu da qəşəngdir. Burada da bujuteriyalar olmalıdır. Kaşlyoklar. Haycan. Hədiyən. Onu birazdan bir dənə qərar verəcəm. Buna baxın. Burada nə var? Michael Kors. Bir dənə buna baxın. Yəni bunu çox bəyəndim. Charlotte'dan bir dənə qəşəng bronzer. Evdə açıb göstərəcəm sizlərə. Qiyməti də 105 manat. Yəni burada o qədər gözəl kosmetikalar var. Başımı itirmişəm də. Sonda bir dənə bunu seçdim. Bunu qərarlaşdırdım ki, mənə bu daha çox lazım olur. Həmişə istifadə elədiyim bir şeydir bu. Və bir də buradan Sephora'dan 29 manatdır bu. Bir dənə bundan da aldım. Həmişə almaq istəyirdim bundan. Əslində istəyirdim Estalador'dan almaq tonalini özümə. Sonra düşündüm ki, məndə tonal evdə zaten çoxdur. Ondansa bunu götürüm. Burada qiymətlər də görsənir. Mağaza 28 mayın yaxınlığında yerləşir. Neftçilər xəstəxanasının yanıdır da. Hə, Neftçilər xəstəxanasının arxası. Buradan bir dəfə də mənim bir videom olmuşdu. Və bir də burada qəşəng belə sumkalar da var. Brend sumkalar. Bir də qızlar gələn səfər gələndə bunlardan götürmək istəyirəm. Bunların iyləri mənə çox cəlb elədi. Qızlar, bir də sizə nə göstərəcəm? Bu stenddə zədəli hamısı kosmetikalardır. Hansı ki, necə zədəli? Eləsi var ki, zədəli deyil. Sadəcə olaraq korobkası yoxdur. Eləsi var, korobkası var, məhsul zədəlidir. Məsələn, bunu göstərim. Bu Dior'undur. Demək olar ki, çox yaxşı qiymətə qoyulub da. Tutan ki, bunun üstü belə olub. Mənə qiymətləri deyə bilərsiniz, xanım. Kimin vaxtı var? Sən onu bilirsən. Bu neçəyədir? Bu neçəyədir? 69 manat. Bu 69, amma belə təzəsi neçəyədir? 115. 115. Baxın, məsəl üçün, bunun korobkası yoxdur. Qiyməti 49-dur deyəsən, Givenchy'dən. Şeyi neçəyədir? Bəs təzəsi? 75. Bu isə 49 manat. Heç bir fərq yoxdur. Yəni, Kutusu bir dənə kutusu yoxdur da, hə. Yəni, belə zədəli məhsullar olsa da, yəni, həqiqətən almağa deyək. Bax, məsələn, bunların korobkası yoxdur. Hə, kutusu yoxdur. Çünki mağazadan mağazaya köçmüşlər. Həmin ərəfədə olub da, olanlar. Ona görə, bax, belə, Sarxanla da nə qədər buradan alıb özünə. Əslində, bunu da istəyərdim almaq, nə bilim. Yox, məncə o birisini elə götürüm.
gələn səfər gələrəm. Amma balaca boyu da var. Paletə baxın. Görün necə gözəl rənglərdir. O deyirləri hamısı bir arada. Qiyməti də 120 manat. Alışverişdən sonra biz xoşbəxt. Xoşbəxt adamlar. Nə qədər şeylər almışıq qızlar. Kosmetika bir də çanta, o qədər xoşbəxt edir. Mən də. Bizi də. Hə, indi gedirik bir dənə çantalara baxmağa. Yoxmuş kimi də. Bizim heç çantamız yox da. İndi günlər hədiyyə eləmədim. Qızlar biz saat stordayıq. Çox qəşəng aksesuarlar almışıq. Mənim aldığım. Burada belə bir şey də var ki. Bu kimin qəşəngdir? Yo, elə bildim ikisi bir yerdədir. Sonra burada bir dənə saat görmüşdüm. Çox bəyənmişdim də onu. Amma sonra düşündüm ki, yox. Ağ varı. Mənim belə bir ağ saatım var idi. Çox oxşayır da buna. Mən onu hədiyyə verdim. İndi təzdən görmüşəm. Çox qəşəngdir bu da istəyəndə. Ağ, amma istəmədim. Belə. Demək vaxtı. Sadəcə öldün elə bir 28. Hanım, ay. Bunu Mərvaya aparacağam. Çay istəyirəm. Mən çay istəyirəm. Belə çeşmədə hə. Düşürəm. Çox gözəl düşünsən. Sendviçi yarı bölüb yeyəcəyik, çünki çox böyükdür. Ver. Çək görüm, mən dilimdə necə oturam. Çox sağ ol. Yeni il hava deyil. Buradan qəşəng yeməyimizi yeyirik. Bu da sendviçdir. Sonra da gedirik evə. Yorulmuşsan Sarxana, düzünü dinə. Amma qəşəng bir yol. Həmişə belə yorul var. Öp məni. Getdik biz. Bəs məni? Tam adamın izi qaldı. Salam, atqaz et, zəhmət olmaz. Komfort taksi çağırdım. Mən nəhayət ki, gəlib çatdım evə, amma mən burnum tutulub, qrip kimi olmuşam. Mərva da ürəyimdə. Getir indi bizim magazine. Alışveriş edirik. Mən belə bir ki, mən belə bir ki, yavaş-yavaş qızdırmam qalxır, elə hiss edirəm. Burnum. Geldim de ama geldim de. Yəni, bir dənə qəşəng çay içim. Uşaqlar biz gedirik indi magazine. İndi gedirik. İndi. Mərva, mən sənə qəşəng sendviç almışam. Kurasan almışam. Bax, onu da marketə də gedəcəyik. Amma bir dənə bax. Bakım. Bakım yox, baxım. Bakım. Bu tortdur, yox, bu sendviçdir. Tort alsam. Yox, tort deyil. Nasıl gibi sevmemi? Sendviç sevmirsən? Ama nerede gideceğiz? Gedəcəyik, hə. Kurasan hardadır? Evdə ala. Amma qəşəng çayla. Gözlə, mən çay düzəldim. Mərvaya şokoladlı kurasan almışam. Ala. Birazdan gideceğiz magazine. Otur ye. Mərvanı aparıram marketə. Görüm nə aldıracaq mənə. O bilir ki, ona çox ziyanlı şeylər olmaz. O onu bilir. Mən də evə gələn kimi bir dənə tiraflunla yemisir içdim. Burnuma sprey. Çünki əməlli xəstələnirəm. Kaçta
Tamam ama yedikçe de çıkar. Gel, gel, gel. Burada hava soyuqdur, yer Mərva. Mən donacam. Hanı? Əl vurmadı. Oynayın. Bu ağzı o zaman o değil. Odur. O değil. Odur. Allah sen elə. Sen iyi mi? Neyse. Sıra zəlini cırdı ye. Yeni ildə alarıq da. Bu indidən nəyə alım ki? Bunların içində çoxsunun içində yoxdur. Yaxşı Mərva, bunlar hamısı bomboşdur. Bir dənə bunu ala bilərəm sənə, bir dənə bunu. Всё. Sənə şirniyyat qəti olmaz. Aslında şaka ben bunu istedim. Yox day, gəl, gəl. Burada pişiyin evləri var. Bir dənə balaca pişik var, yox böyükdür. Mərva, mən donuram. Davay, getdik evə, gəl. Bir dənə də var. Ne oldu sana? Evliydim ama biti yoktu. Yox, bunun evi olmaz. Ama her şeyi yine saymam. Aya heç nə ala bilmədim. Çünki kartımda qəpiyi də qalmayıb da. Yəni biz sarxanadan çıxanda son qəpiyə qədər biz pulumuzu xərcləyirik. Belə. Bir də o şeylərə görə mən yuxarı qalxmayım da Mərva. Sabahları bir yerdə gedib alarıq. Yox da, Mərva. Yox da, Mərva, sabahları. Sabahları mamadan gedərik, yaxşı? Yəni mən bu günləri bu qədər yemişəm. Amma gələn kimi acıdım, nəsə bişirməyə axıt yoxdur. McDonald's sifariş. McDonald's sifariş eləmişəm. Bir də yorğun sifətimdə var. Marketdən də keçib su alacağım. Belə Mərva su istəyir. Necə yorğun görsənirəm mən. Mən əslində xəstələnmişdim və gələn kimi nimisi, çıraqlı, burun spreyi zad elədim. Biraz özümə gəldim. Mərva, nə inirsən orada? Yaxşı.